İmam Sadiq əleyhissalam buyurur ki, bizim qaimimiz İmam Zaman əleyhissalam təbii yolla zuhur eləyəcək. Möcüzə ilə yox. Təbii bir tarixi prosesdir. Bu proses öz təbii axarı ilə gedəcək. Deyir ki, o dövrdə yaşayan insanlar gərək alınlarından tər tökülsün, gərək hətta belə deyirdi, köynəklərini çıxardıb qurutsun, yenidən əyninə giyinsin. Bu mənada ki, yəni o qədər zəhmət çəksin, qan tər içində buna nail olsun. Bu məsuliyyəti öz üzərində hiss eləsin, öz çinində hiss eləsin. Təkcə zülmdən danışmaq, zülm belə gəldi, filan şeylə getdi, təkcə bundan danışmaq kifayət deyil. Əsas məsələ hadisələrin epicentri inanclı camiyyədir, inanclı insanlardır, dindarlardır. Əsas məsələ bunların keyfiyyətidir. Hər şey burada həll olunur. Bunların keyfiyyət göstəriciləri zuhur prosesinə bilavasitə təsir göstərir.